Cücə çıxardıram gün 1. Videoya başlamadan önce kanalıma abone olup like edip öz şərhinizi yaza bilərsiniz. Uzun zamandır nə yedim deyə düşünərkən cücə çıxartmağa qərar verdim. Bunu evində yaşadığım üçün toyuqla da alınmazdı. O səbəblə atamın rayondan qızım yesin kökəlsin deyə göndərdiyi yumurtaları işə gətirib buradakı müasir laboratoriyamızda bastırdım. Burada plus minus etmişəm ki yumurtaların üstünə yumurtalar çevirəndə narahatçılıq olmasın, çətinlik yaşamayım. Və nəmlik üçün də yanlarına su qoymuşam və bütün bunlardan müdirin xəbəri də yoxdur. Xəbər tutduğu zamanda çoxdan cücələri çıxardıb atam gölün üstünə atacağam. Neyse, bugünlük bu qədər. Cücələrin sonunu görmək istəyirsinizsə kanalıma abunə olmağı da unutmayın. Hələlik.